Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu. Möhtərəm müsəlmanlar, analarımız, bacılarımız, qardaşlarımız. Şəkildə gördüyümüz Yusif balamız bir neçə ay dünyaya gəlib. Hələ çox körpədir. Təəssüflər olsun ki, anadan gəlmə ürək qusurludur və çox təcili şəkildə əməliyyat olunmalıdır. Allah'a həmd olsun, dövlət müəyyən hissəsini qarşılayır sığorta ilə. Lakin bundan sonraki müalicədən sonra küvezdə yatmalıdır və digər müalicələri üçün 10.000 manata ehtiyac var. Hələlik ilkin olaraq təcil əməliyyata girməsi üçün və digər proseslərin ödənilməsi üçün 5.000 manata ehtiyac var. Çox təcillidir, xahiş edirəm. Əgər məbləğ yığılmasa, təəssüf ki, əməliyyata girə bilməyəcək. Allah üçün hər bizdən xahiş edirəm ki, əlimizdən gələn eləyək. Çünki bu çox vacib bir elandır. Çünki vaxtında qarşısı alınmasa, subhanallah, Allah qorusun, çox ciddi fəsadlar törədə bilər. Balamızın ailəsi Allah'a həmd olsun ibadət əhlidir. Hər birinizdən xahiş edirəm. Ola bilər ki, o insanlar dua edib, Allah subhanahu wa ta'ala da duanın amini olaraq bizləri bu işdə vasitəçi seçdi. Allah azam ülkünüzə bərəkət versin. Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu.